Dinimiz ümumiyyətlə təmizlik dinidir. Biz hər baxımdan dinlə əlaqələndirib danışacağıq bu mövzuları. Nə deyir? Hədis-i şərifdə belə buyurulur: təmizlik imanın yarısıdır. Bir mömindən nə elə təmizlik iyi gələr. Təmizlik imanın yarısıdır. Rasulullah sallallahu əleyhi və səlləm bizə bunu buyurub. Maidə surəsində nə buyurur? Maidə surəsində buyurulur ki, qüsl alın, dəstəmaz alın. Yəni təmizlik deyəndə həm maddi və həm də mənəvi təmizliklərdən danışmaq lazımdır. Bir möminin Rasulullah nə buyurur? Əlindən və dilindən əmin olunmalıdır. Yəni bir kimsə gəlib məsələn oturduğumuz yeri bulaşdırarsa biz artıq narahat olarıq. Ona görə nə edəcəyik? Özümüz necə təmizliyi xoşlayırıqsa, getdiyimiz yerləri də təmiz buraxmağa çalışacağıq. Kitab oxumaq alışqanlığı və yaxud da texnologiyadan istifadə etmə alışqanlığı yenə də ilk öncə özümüzdən başlamalıyıq. Əgər hər kəs özünü düzəltməyə çalışarsa, aləm düzəlmiş olar. Və orada qul haqqı çox önəmlidir. Əgər mən çirkləndirirəmsə, kimsə gəlib oranı təmizləyəcək və yaxud da kimsə görüb iyrənə bilər. İndi əfsuslar olsun, bulaşdırırlar və yaxud da nə bilim getdikləri yeri nəcis eləyirlər, məsələn, nə mənada, məsələn, tüpürüb eləyirlər də. Yəni o şeylərlə kiminsə narahatlığına səbəb olursansa, hər insanın qul haqqına girmiş olarsan.